Elhamdülillah vahdehu ve salatu ve selamu ala men la nebiyye ba'da. 40 hədis kitabının Ərba'in Nəvavi kitabının 3-cü hədisindəyik. El-Hadis el-Thalithu. An Abi Abdurrahman, an Abdullah ibn Umar ibn Khattab radiyallahu anhuma qal. Semi'tu Rasulallah sallallahu aleyhi ve sellem yaqul. Rasulullah sallallahu aleyhi ve sellemin belə dediyini eşitdim. Bunyel İslamu ala xamsin. İslam 5 şey üzərində bina olub. Şəhadəti ən la ilahə illallah və ənə Muhammedən abduhu və rasuluhu. Yəni, la ilahə illallah və Muhammedən Rasulullah şəhadəti və iqamis saləti, namazı qılmaq, yerinə yetirmək və itəiz zəkati, zəkat vermək və həccil beyti, evi həcc etmək, yəni həccə getmək Məkkəyə, Məscid-ül Harama və səvmi Ramazan və Ramazan orucunu tutmaqdır. Ümumiyyətlə, alimlər deyir ki, bu 5 rükuna baxsaq, İslamın 5 şərtinə baxsaq, yəni görərik ki, burada insan kamil cəhətdən imtihan olunur, sınaqdadır. Çünki insan ibadət üçün yaranıb və buradakı dünyadakı məsələlər də bir imtihandır, bir sınaqdır. Misal üçün, baxırıq ibadətlərə, kəlmə-i şəhadət, bu şirkdən uzaqlaşmaqdır, Allaha şərik qoşmaqdan uzaqlaşmaqdır və Muhammed sallallahu aleyhi ve sellem nəyi əmr edib, necə edib, onlara onun sözü ilə oturub durmaq. Sonra alimlər deyir ki, burada hikmətə baxsaq, görərik ki, insan ikinci rükun namazla imtihan olunur. Namazla imtihan olunur və namaz bir fiili, bədəni bir ibadətdir. Yəni, burada bir pul yoxdur, nəsə xərcləmirsən. Və insan namazla imtihan olduqdan sonra ola bilər ki, namazı qılır, amma simizdir. İkinci imtihan nədir? Yəni, imtihanlı adamlara zəkatı xərcləmək. Fikir versiniz, həm bədənlə imtihan olunur insan, həm nə ilə? Mal, dövlətlə imtihan olunur. Yəni, sevimli bir şeyin xərcləməsi nə ilə olur? Zəkatla olur. Və sonra ola bilər ki, insan namazı da qılmağı çox sevir, zəkat verməkdə də problemi yoxdur. Amma, misal üçün deyək ki, həcc kimi bir ibadətə yol uzaqdır, nə bilim, həm pul xərclənmə məsələsi var, həm bədən yorulması var. Bu məsələdə imtihan gəlir. İmtihan gəlir və ömründə bir dəfə bu cür uzaq məsafəli həm pul xərclənir, mal xərclənir, həm də fiziki, bədənin orada rolu var. Bu bir imtihan gəlir. Yəni, fikir versiniz, burada hikmətlər var. Alimlər deyir ki, insan hər tərəfli imtihan olunur. Sonra, ola bilər insan doğrudan da xərcləyəndir, namaz qılmaq onun üçün elə bir əziyyət deyil, amma nədənsə yeyib içməkdən əl çəkmək məsələsi ortaya gəlir. Yəni, sevimli bir şeydən əl çəkmək məsələsi ortaya çıxır. Bu da orucla insan imtihan olunur. Misal üçün, Allah Subhanahu taala başqa bir hədisdə, ilahi bir hədisdə deyir ki, o yeməyini, içməyini və şəhvətini mənə görə tərk edir. Və ona görə Allah taala deyir ki, Ramazan deyirəm, orucun mükafatını xüsusi olaraq verəcək. Hər bir halda alimlər deyir, Şeyx İbn Useymin rahmehullah bu hədisin şərhində gətirir ki, görür ki, yəni bu 5 dayağın müxtəlif növdən olması sınağın daha mükəmməl keçməsi üçündür. Çünki insan var ki, yəni oruç tutmaq asan gəlir, lakin yəni bir qəpik belə xərcləmək ona ağır gəlir. Nə ilə imtihan olunur? Zəkatla. Və yaxud da dediyimiz kimi namaz qılmaq asan gələr,
Lakin oruç tutmaq ona çətin gələr. Bu da bir imtahandır, yəni oruc imtahanı. Təbii ki, yəni müsəlman bu 5 şərti yaşayanda və kamil bir imtahandan Allahın izni ilə keçmiş olur. Və burada bir faydaya da toxunaq. Fikir versiniz, əşhədü ən la ilahə illallah və ənə Muhammədən, yəni həqiqətən Muhamməd abduhu, Allahın quludur. Bu məsələ, abduhu sözü rəddiyədir kimlərə? Muhammed sallallahu aleyhi ve sellem'i ilahlaşdırana. Kimlər ki ilahlaşdırır, onlara bir rəddiyə olaraq ki, o Allahın quludur. Və rasuluhu, bu hissə isə onun rəsulluğunu inkar edənlər, hansı ki Allahı qəbul edirlər, amma Muhammed sallallahu aleyhi ve sellem'i nəbi kimi, rəsul kimi qəbul eləmirlər. Bu hissədə onlara bir rəddiyədir. Necə ki alimlər deyir ki, buradan bu iki faydanı çıxardırlar. İndi isə dediyimiz kimi hədisləri oxuyuruq, müəyyən faydalara toxunuruq və sonra da ərəb dili bilənlər üçün bunun təhlilinə, yəni iqrabına baxırıq. Deməli, burada ən hərfi cəri gəlib, yəni hədisdə ən Əbi Abdurrahman, Abdillahi ibn Ömər, yəni bu hissəyə baxaq. Ən hərfi cərdir, Əbi ismu məcrur və aləmətü cərrihi əl-yə. Yəni Əbu olmadı, oldu Əbi. Və huvə mudaf olduğuna görə. Abdurrahman, abd mudafun ileyhi məcrurun və aləmətü cərrihi əl-kəsrə. Və huvə mudaf. Ar-Rahman. Deməli, abd elə bir ki, həm mudaf ileyhidir Əbiyə görə, həm də mudafdır Ar-Rahmana görə. Abdurrahman. Ar-Rahman mudafun ileyhi məcrurun və aləmətü cərrihi əl-kəsrə. Abd, onda abdın özü nədir? Yəni baxırıq. An Əbi Abdurrahman. Əbi Abdurrahman. Abdurrahman əbinin nəyidir? Yəni bu bədəlidir. Min əbi, əbinin bədəlidir. Məcrurun və aləmətü cərrihi əl-kəsrə. Ona görə cərrə düşür. Çünki bədəllə mubdəl minhu nədir? Bir-birinə iqrabda uzlaşmalıdır. Və huvə mudaf. Allah, ləfzül cələlə mudafun ileyhi. Yəni Allah. Yəni Abdullah ibn Ömər ibn Xattab, yəni bu hissədəyik. Və aləmətül cərrihi əl-kəsrə, sonra ibn bədəl, səni, ikinci bədəldir. Məcrurun və aləmətül cərrihi əl-kəsrə. Və huvə mudaf. Ömər, mudafun ileyhi məcrurun və aləmətül cərrihi əl-fəthə. Hansı ki, kəsr olmalıydı cərhə. Niyə fəth oldu? Lənnəhum məmnun minəs-sarf. Lil-ələmiyyə. Və vəzn, hansı vəzindədir? Fualu vəznindədir. Ələmi, yəni ad sinifindəndir, yəni ad xüsusi isim sinifindəndir, yəni. İbn sözü tuğrabı irabı ibnə səbiq. Yəni əvvəlki ibn kimi irab olunur. Əl-xattab mudafun ileyhi məcrurun və aləmətü cərrihi əl-kəsrə. Radiyyə fi'lun madin məbnun aləl-fəth. Allahu fa'ul mərfu aləmətü raf'ihi əd-dammatu zahiratu alə axirihi. Anhuma, yəni radiyallahu anhuməni irab edirik. An hərfu cər vəl hə damir muttasil məbnun aləd-dammi fi məhəlli cər. Vəl mim, yəni buradakı mim, humədəki mim, li-təthniyyəti vəl cər vəl məcrur mütəalliqanə bi radiyyə, radiyyə ilə mütəalliq. Qalə fi'lun madin məbnun aləl-fəthi vəl fa'il damir mustatir cavazən təqdiruhu, yəni huva. Səmi'tu, səmi'a fi'lun madin məbnun aləl-sukun ləənnəhu ittisal bi-tə'i fa'il. Ət-tə damir mütəkəllim məbnun aləl-dammi fi məhəlli raf. Fa'ilun, fa'ildir. Rasulu, rasul məfulun bihi. Yəni səmi'tu rasulə. Rasulə, yəni rəsuldan eşitdim. Məfulun bihidir, mənsubun və aləmətə nasbihi əl-fəthə. Və huvə mudaf. Yəni Rasulallahi. Rasulə ona görə mudafdır. Allahi mudafun ileyhi məcrurun və aləmətə cərrihi əl-kəsrə.
Salle, yəni sallallahu aleyhi ve sellem o hissəni. Fi'lu madin mebniun alel fethi mukadder men'a min zuhuriha et-teazzur. Allah, Allahu failun merfu alametu raf'ihi ad-dammetu zahiretu ala ahirih. Aleyhi, ala harfu cer, ha الهاء ضمير متصل مبني على الكسر في محل جر والجر والمجرور متعلقان بصلى وسلم الواو حرف عطف سلم فعل ماض مبني على الفتح يقول فعل مضارع مرفوع علامة رفعه الضمة ظاهرة على آخره والفاعل ضمير مستتر جوازا تقديره هو والجملة في والجملة في محل نصب حال yani bu cümle yaqul cümlədə yəni feil, qailə feili huvadakı feil fail hamısı cümlədir. Nədir? Nasibdadır. Niyə? Haldır. Yəni belə deyərkən eşitdim. Bu niyə? Bu niyə fi'l madin məbnun aləl fəthi məbnun bil məchul. Yəni məlum deyil. Bənə yox, bu niyədir. El-İslamu naibun fa'il. El-naibun نائب فاعل مرفوع وعلامة رفعه الضمة الظاهرة على آخره. على حرف الجر خمس اسم مجرور وعلامة الجر الكسرة ظاهرة على آخره. شهادة بدل من خمس yani على خمس şəhadəti bunu bədəl kimi yəni götürəndə yəni xamsi açıqlayır. Bədəl nədir? Özündən əvvəlkini açıqlayır. بدل من خمس مجرور وعلامة الجر الكسرة وهي مضاف ويجوز فيها رفع على اعتبارها أنها خبر للمبتدا محصول تقديره هي. Yəni deyir istəsəz biz bunu qayda bu hədisə hani xamsindən sonra 2 nöqtədən sonra şəhadəti biz xəbər kimi götürə bilərik. Misal üçün əgər bura hiyə niyyəti ilə mübtəda təqdir eləsək. Yəni hiyə bunyal İslam alə xamsin hiyə şəhadətu əllə iləhə illallah. Yəni şəhadətu yəni bura biz hiyə qoysaq onda yəni hiyə görsən təqdir qoysa bir mübtədanı düşmüş mübtəda kimi onda biz o etibarla biz onu xəbər kimi götürə bilərik və rafta deyə bilərik. Və lakin el-i'rab əvvəl əvlə amma birinci i'rab daha yaxşıdır, yəni bədəl eləmək. Təcənnümə li-təqdir. Niyə? Təqdirdən uzaq düşmək üçün, yəni təqdirə yönləməmək üçün. Ən məsdariyyə lə nəfiyyətun lil-cins yəni lə hansı əməl eləyəcək? Təməl əməli innə. İnnənin lə nəfiyyyə lil-cins bildiyimiz kimi innənin əməlin yerinə yetirir. Yəni nasb edir. İllə ədətu hasr, yəni istisna ədatıdır. Allah ləfz-ü cələlə mərfuun, mərfudur niyə? Bədəlun min məhəlli lə və ismihə. Yəni bu lə ki var idi. Lənin o biri yaxı ismi var, xəbəri var, aydındır. Baxaq hədisən. Ən lə iləhə. Haqqun illə Allah. Burada iləhə lənin ismidir. Onun da xəbəri haqqdır. Aydındır. Bu da Allah da deyir ki, burada bədəldir. Sonra və ən burada el-vavu harfu atf. Ən harfu tevkid və nasbin və tansubul mübtədə və tərful xəbar. Yəni la ilahe illallah və enne Muhammeden abduhu və rasuluhudan danışır. Çünki yəni dedi ki, bu ənə nədir? Tevkid tərfidir, nasbdır və mübtədanı nasb edir, xəbər raf edir. Muhammədən. Bu da niyə? Ənəyə görə nasba düşüb. İsmuhə, yəni ismu ənlə. Hə qaydır buna. Mənsubun və aləmətə nasbihi əl-fəthə. Rasul, xəbəru innə mərfu, yəni Muhammədən Rasulullah. Xəbəru innədir. Mərfuun aləmətə raf'i əd-dammətu və huvə mudaf. Allah mudafun ileyhi, yəni Rasulullahi. Məcrurun və aləmətə cərih əl-kəsrə. Və cümlətü ənə Muhammədən və Rasulullah deməli, tuqaddar və məsdəri təqdirihi risalə. Sonra bi'rabə şəhədəti. Necə ki, şəhadət sözü ki var idi, orada da təqdirdə risalət sözü var. Aydındır, misal üçün baxaq. Şəhadəti ən la iləhə illallah və ənə, yəni və risaləti
Ənə Muhammedən abduhu və rasuluhu, yəni bu. Sonra və iqamə və iqami el-vav harfu atf, iqam mə'tufun alə şəhadə tu'rabu i'rabihə. Yəni cər kimi. Və hiyə mudaf, əs-salat mudaf ileyh, iqamətis-salah və itəz zəkat tu'rabu i'rabə və iqaməs-salat kimi. Sonra və haccil beyti və savmi Ramazan tu'rabu i'rabə iqaməs-salat. Sonra illə ən Ramazan aləmətü cərrihi el-fəthə fəhuvə məmnun minəs-sarf. Amma ən isə Ramazan isə biz onu dedik ki, cərdədir. Əlamətül cərri fəthədir. Niyə? Məmnun minəs-sarf olduğu üçün. Bu salətdən fərqlidir. Yaxşı, 4-cü hədisə baxaq.